Görürsünüz ki bugünləri Azərbaycan dili dərsimizi biraz fərqli məqamda başlamışıq. Fərqli məqamda edəcək. Ancaq sinif qaydalarımız, yəni dərs qaydalarımız dəyişməzdir. Yerdən danışmırıq, yoldaşımızın sözünü kəsmirik, suala cavab vermək istəyəni bilirik. Aferin. Yəni bu qaydaları pozmuruq, qaydalarımıza riayət edirik. Həmişə olduğu kimi dərsin əvvəlində sizə dərsimizin məqsədini elan edəcəm. Bu dəfə də biraz fərqlidir. Bu dəfə yazıldı, amma bu dəfə vərəqə yazıb yapışdırmışam. Çünki bu dəfə məndən sonra lazım olacaq. Bugünkü dərsimizin məqsədi müşahidə etdiyi əşya, hadisə və şəkillər üzrə danışır. Mətndəki əsas fikri müəyyənləşdirir və sadə formada ifadə edir. Yəni nə deməkdir? Bugün siz gördükləriniz, eşitdiklərinizlə bağlı danışacaqsınız, suallara cavab verəcəksiniz. Ona görə də dərs boyu diqqətli olun. Mətn oxunanda, hər hansı bir dildə mətn səslənəndə diqqətli olun. Suallara cavab verin və sizə şəkil nümayiş olunacaq. Şəkillə bağlı fikirlərinizi səsləndirəcəksiniz. Buna görə də dərs boyu diqqətli olmağınız və sinif qaydalarınıza riayət etməyiniz öz yerində. Hər gün dərslə bağlı gündəliyinizə meyar yazıram. Yəni qiymət yazıram deməyək, qiymət yazmırıq, meyar yazıram. Bu dəfə də yəni fərqli ortamda olduğumuz üçün fərqli üsul eləmişəm. Fərqli üsul eləmişəm. Sizin üçün bugünkü dərsimizin qiymətləndirmə meyarlarını belə vərəqlərdə hazırlamışam. Bu vərəqləri sizə verəndə itirmirsiniz, kitabınızın arasına qoyursunuz. Sinifə gedəndə bu meyarları yəni sizdən alıb gündəliyinizə yazacağım. Aydındır? Dediyim kimi dərs boyu aktiv olun, mətnlə bağlı, səslənən mətnlə bağlı suallara cavab verin. Nə dərs prosesində nə nümayiş olunursa ona diqqətlə fokuslanın ki, dərsdəki suallarda aktiv və düzgün cavab verəsiniz. İndi belə deyin görün, biz hal-hazırda haradayıq? Yerdən demirdik, dəfə haradayıq? Kitabxanada. Kitabxanada nələr var? Yerdən demirik. Nə görürsən kitabxanalarda, gözəl qızım, de görün. Nədir bunlar? Bunlar nədir? De görün, nədir bu? Kızım, qarşındakı nədir? Ay, soğuk. Bunlar nədir? Aferin. Bak, belə cavab vermişəm. Aferin kızım. Çoxlu kitablar var, görürsünüz. Qarşınızda da bir neçə kitab var. Yine siz mənə o kitablara baxaraq deyə bilərsinizmi? Hansı kitab nədən bəhs olur? Amma üz qabığına baxın. İçində bir belə vərəqliyə baxa bilərsiniz. Yəni, bütününə oxumuruq. Sadəcə bir baxın. Baxın, dərsliyimiz yox muyum? Qarşınızda qoyulan əlavə kitablardan söyləyir. Onları ben kitabxanamızdan götürmüşəm. Baxın deyin, məsələn, bu nədən bəhs olunur sizcə? De görün, müşabə. Heyvanlardan. Necə bildin onu? Bayquş şəkli var, doğrudur. Məsələn, de görün. Bax, bu nədir? Nə kitabdır səncə? Heyvan kitabıdır. Gəlin yoldaşlarımızdan kömək istəyək. Uşaqlar, bu nə kitabıdır? Yerdən demir ya, yerdən Sultan nə kitabıdır? Hayır, ben şey. Adını okudum. Yəni bu nə kitabıdır sizcə? Fərid ama yerdən demirik. Nağıl kitabıdır. Və siz bu kitabın yüz qabığına baxaraq deyə bilərsiniz, burada nədən bəhs olunur? Üzeydə görün. Heyvanlardan. Təxmini şəkilə baxıb deyə bilərsiniz, burada nə nağıldan, necə bir nağıldır? İnşallah diqqətimiz burada olsun. Diqqətimiz burada olsun. Deyə bilərsiniz, burada nağılda nədən söhbət gedir? Bul de görün. Nədən danışıla bilər bu nağılda? Gəl şəkilə baxaq. Nələr təsvir olunur? Hansı heyvanlar təsvir olunur? Sonra. Dovşan. Səncə burada nə ola bilər? Onlar nə eləyə bilərlər? Türkçü insanı əlləki hansı heyvandır? Dovşan. Deməli, dovşan nə eləyə bilər? Yeyə bilər. Təxmini bu nağıldan bəhs olunur. Çox sağ olun, təşəkkür ederim. Vərəqi bu kitabın arasına. Yaxşı. Mənə deyə bilərsən, Nəzrin, bu nədir? Nə kitabıdır, nə yox? Maraqlıdır. Səncə ona o nə kitabıdır, nə ola bilər? Kəpənək? Kəpənəkdən söhbət gedir. Nəyə əsasən dedi? Nəyə əsasən? Nədən bildin kəpənəkdən söhbət gedir? Şəkillərə görə. Çox sağ ol. Yaxşı. Sənin əlindəki kitab nədir, Banu? Məsələn,
bildin? Aha, nəyə görə bildin? Nədən bildin görəsindir? Burada resimler var. Rəsimlər var. Tamam, yaxşı. Təşəkkür edirəm hamınızın cavablarınıza görə. Yandan da bakın. Səndən soruşmadım, dərs boyu soruşacağam. Yaxşı? Dərs boyu soruşacağım. Yaxşı, əlindəki kitabı deyim. Görüm orada nə var, o maraqlı gəlir. Tamam, indi soruşaram. Baxın sizə kitaba. O nə kitabıdır? Bu Azerbaycan dilinin izahı. İzahlı, aşağıda bir sözdə var. Bu böyük nə yazılan nədir? Lügati. Aha, lüğət bilirsən nədir? Nədir? Nədir lüğət? Hə, biz onu öyrəndik. Bilirsiniz, bir görüb tunar. Onu deməm, mən balam. Yoldaşım verdiyi sualı deyirəm. Bilirsən lüğət sözünün mənasını? Lüğət sözünün mənasını bilirsən? Yox. Lüğət, dilimizdəki sözləri var, orfoqrafiya lüğəti, bunlar sonra keçəcək. Yəni düzgün yazılışı, düzgün deyilişi, bir də var mənası olan. Yəni o sözün mənası nədir? Biz hər gün dərsliyimizdə öyrənirik ya söz boğçası. Həmin o sözlərin mənası həmin o lüğətlərdən götürülür. Bəli. Aha. Aha. Dünya, aferin. Oxumağın güzəlliyi, aferin sənə. Ramal. Aha. Aha. K. Nə oldu? Vulkanlarını. Yaxşı, mən sənə belə deyim. Vulkan sözünün mənasını bilən var? Vulkan sözünün mənasını bilən var? Tügül. Doğrudur, vulkanlar partlayır. İndi bunları yuxarı sizlərə çatırdır. İçinden alef. Alov çıxır, aferin, məlumatlısınız. Gəlin burada bitirək, uşaqlar. Diqqətli olaq, çünki bizim hələ dərsimizdə daha maraqlı məqamlar var. Çox sağ ol, aferin sənə, oxuya bildin. Yaxşı, gəlin belə deyək uşaqlar. İndi mən sizə, diqqətlə dinləyək, indi mən sizə nağıl səsləndirəcəm. Nə nağılı sona qədər tam, kitabları yeri qoyaq, əlimizdəki kitabları yeri qoyaq. Bura fokuslanaq. Nağıl səslənəcək, həmin nağıldakı suallara cavab verəcəksiniz. Dinləyirik ya bir fərz. Bu yeri üzümü sonra keçirdərsiniz. Tamam. Qulağısını başladım. Oy, bircə dəqiqə. Bircə dəqiqə. Uşaqlar. Bircə dəqiqə. Mən bunu səs gücləndirəcək boşum ki. Bilirəm. Başqa suallar verəcəm. Yaxşı. Yaxşı. Dərs boyu suallara aktiv cavab verin. Anası səhər açan Əsmərin diş ağrısı. Əsmərin dişi bərk ağrıdığından gecəni yatmamışdı. Anası səhər açılan kimi dedi, dişin səhərə qədər ağrıyıb, gəl gedək həkimə. Əsmər elə ağladı ki, bütün ailə süləri balaca qızın başını yığışdı. Hamını kiridirdi. O isə ağlaya deyirdi, həkimdən qorxuram, getməyəcəm. Ay qızım, həkim baxsın, görsün niyə ağrıyır? Yox, yox. O dəfə babam dişinə mixək qoydu. Mən bilirəm, mixək qoysam ağrısı kəsəcək. Mənə mixək verin. Beləliklə, Əsmər gah dişinə mixək qoydu, gah da diş üçün damcı tökdü. Amma dişinin ağrısı kəsmədi. Mənim ağıllı qızım, gör dişin şişib, nə boyda olub. Əsmər qaçıb güzgüyə baxdı. Dişi həqiqətən də çox şişmişdi. O qədər şişmişdi ki, hətta gözü az qala yumulurdu. Vaxtında həkimə getsəydi, heç belə şişməyəcəkdi. Əsmər elə peşman oldu ki, kaş anamın sözünə qulaq asardım, deyə mızıldanırdı. Ana, gəl gedək həkimə, dedi. Əsmərin anası çox sevindi. Tez geyinib həkimə getdilər. Poliklinikada həkim onları çox mehriban qarşıladı. Aç görüm ağzını qəşəng bala, göstər görüm, ağrıyan hansı dişindir? Əsmər ağrıyan dişini həkimə göstərdi. Həkim diqqətlə baxıb dedi, aha, indi bəzi dərmanlar yazacaq, qarqara edəcəksən, sağ olacaq. Əsmər diş həkiminin ona göstərdiyi nəvazişdən çox razı qaldı. Həkim Əsməri elə mehriban qarşıladı ki, o ağrıyan dişini sanki unutdu.
Həkim Əsmərin dişlərinə diqqətlə baxdı, müayinə etdi, öz tövsiyələrini verdi. Ana ilə Əsmər artıq evlərində idi. Onlar həkimin yazdığı müalicəni yerinə yetirirdilər. Bir neçə gün keçdikdən sonra Əsmərin dişi sağalmış, dişi çəkilmişdi. Ağrılarından əsər əlamət qalmamışdı. Əsmər anasını qucaqlayıb, hey deyirdi ki, bir də sözündən çıxmayacaq. Ana da çox sevinirdi. O Əsməri gah qucaqlayır, gah da qıvrım səslərindən sığallayırdı. Aha, yəqin ki, diqqətlə dinlədiniz. Yaxşı, Ömər, ya da Yusif, bu hərf olan rəf hansıdır? Arkaya çön bax. Bu hərf olan rəf hardadır? Bu harfi olanlar Aha, onun qabağında bərək var. Onu götür, görüyor orada nə var? Görək nə yazılır orada. Aç. Oku, uca səslə oku. kızın adı ne idi? Tamam, bu nağılla bağlı sualdır. İndi deyin görüm, ama yerdən demiri yer qaldırırım. Nağıldakı qızın adı neydi? Nağıldakı qızın adı Sunaydı. Əsmər doğrudur. Aha, yaxşı, danışmırıq uşaqlar, yerdən demirik. Yaxşı. Növbəti vərəq. Hafizə, yer hərfi. Gör hardadır. Götür. Oku, uca səslə oku. Esmeri başına hansı hadiseler gelmiş? Aha, evdə çox oku. Bak, okun düzəlmə vədən. Amma biraz da çox oku. Yaxşı, sürətli zəif. Aha, Əsmərin başına hansı hadisə gəlmişdi? Nazir, deyə bilərsən Əsmərin başına hansı hadisə gəlmişdi? Nağıl qulaq asırdın? Aha, de görüm, Əsmər, nə olmuşdu Əsmərə? Əsmərə nə olmuşdu? Hə? Hara getmişdilər onlar? Yaxşı. Mehmadi, Diş açımına. diş həkimə getmişdilər. Nə olmuşdu ki ona? Esmer'in dişi ağrıyor. Aha, bəli. Hava, tamam. Yaxşı. Verdim ayaqlarını verəlim. Aha, yaxşı. Növbəti hərfi. Yaxşı, gəlin bu istiqamətə baxaq, elə baxaq. Görək hansında xarici ədəbiyyat sözü yazılıb. Kim baxıb birinci oxusa desin. Xarici ədəbiyyat sözü. Birinci Banu tapdı. Banu gəl. Gəl gör orada nəsə vərəq var. Tez ol, biraz sürətli. Xarici ədəbiyyat. Edebiyat. Aferin kızıma. Sizce o- Ucadan, üzünü çevir yoldaşlarına. Oku. Sizce onun dişi ağrımadı? Aha. Kim bu suala cevap vermək istəyir? Sizce onun Fatime Gülüm niye diş ağrıydı? Hə, Fatime Gülüm niye ağrıydı dişi? Bu bilirsiniz nədir? Gəlin belə eləyək. Mən sizə düşünmə vaxt verirəm. Bu sualın cevabı nağılda yox idi. Bunu sadece qulaq asaq, sizə biraz düşünmə vaxtı verirəm. Gəlin düşünək görək. Bunun dişi niyə ağrıya bilərdi? Üzey deyirəm, amma düşünmə vaxtı verirəm. Gəlin bir düşünək görək. Nəsə, düşünmə vaxtı verin, gözəl qızım. Eyni vaxtda deyəcəm, doğru qalırsın. Sizcə onun dişi niyə ağrıya bilər? Dişi nə üçün ağrıya bilər düşünmə vaxtı verirəm. Düşünmə. Hələ vaxt deməmişəm. Bitməyib vaxtı düşünmə vaxtı. Düşünürük. Sən əyləşə bilərsən. Çox sağ ol. Aha. Düşünürük. Vaxt tamamdır. İndi deyin görüm onun dişi niyə ağrıya bilər? Niyə ağrıya bilər? Ömər də görüm niyə diş ağrıya bilər? Yerdə danışmır. Adamın dişi niyə ağrısın? Yerdə demirik. Hə. Məndə diş niyə ağrıya bilər? Həkimə getmişdik yox. İnsanın dişi niyə ağrıya bilər? Nə, qabaqcıda niyə ağrıyır sonra həkimə gedirik? Ne xəyalə? Çünkü dişi sesi gelir. Şişi. Bəs niyə şişi? Şirin şey yeməkdən ola bilər, sonra de, mən nə dedim? Konfet yeməkdən dedik, sonra şokolad, eyni şirniyyat deyildi, çox şirniyyat yeməkdir. De Sultan. Deotor yersen dişi şişirir.
Şimdi yiyəndə deyəcəyik də. Tamam, başqa, əlavə. Gəlin belə deyək. Təkrar cavablar deməyək, fərqli cavablar. De görüm, Fəxri. Dişlerini fırçalar. Aferin, dişlerini fırçalamırdı. Fırçalamayanda, Fırçalamasaydı, fırçalayandı diş ağrılar. aha, yaxşı. Gəl bir Fatimə. Yaxşı, mən deməyəcəm. Bir baxın görün, C hərfi olan, rəfardadır C hərfi olan. Şimdi orada. Sən götürdün, yaxşı, icazəsiz. Aç görüm, oku görüm. Hə, oku görək. Baxın. Hə, ucadan oku. O, niyə? Aha. Aha. Əla, aferin bulu. Getdiyorsa getmirdi. Baxın sağ. Hə, getmirdi. Qulu, aferin. Əvvəlkinə baxan oxu xeyli düzəlib. Amma biraz da çox oxusan, sürətin daha yaxşı arta bilər. Evdə çoxlu kitab oxuyur. İndi mən də deyim görün. O niyə getmirdi həkimə? Həkimə niyə getmirdi? Həkimə niyə getmirdi? Əvvəlkəsə həkimə niyə getmirdi? O, Hə, çünkü korkuyordu. qorxurdu. Aha, yaxşı. Mermer. Gəlin belə eləyək. Yerdən danışmayaq, sizin faydalarınızı. Pozmuruq uşaqlar demişik də. Aha. İndi mənə deyin görün. Peki. Biz sizinlə həyat bilgisində yadınızdadırsa, bununla bağlı bir mövzu geçmişdik. Kimin yadındadır həmin mövzu? Yani, Aha, kimin yadındadır? Sağlamlıqla bağlı nələr öyrənmişdik? Kim deyər? De görüm Səma. Aha, sonra hər gün işlərimizi fırçalamalıyıq. Aferin, aferin. Çok sağ ol. Yaxşı. Biz gəlin yadımıza salaq. Aha. Gəlin yadımıza salaq. Boş sənə. Gəlin yadımıza salaq. Biz bununla bağlı bir şeir de keçmişdik. Görün kimin yadındadır? Bak, dişlə bağlı bir şeir keçmişdik. Kimin yadındadır? Kimin? De görün nədir? Seher durunca elinde fırça. Yudum Birinci bəndin deyəcəksən. Həm də bənd anlayışı keçmişdik. durunca Aha. elinde fırça. Yudum dişimi, yedi dişimi. İnan Kifayətdir. Çünki mən dedim ki, şeirin birinci bəndini. Biz axı bənd anlayışını keçmişik. Düzdür? Aferin sənə. Çox sağ ol. Təşəkkür edirəm Nəzrin. Yaxşı xatırlamısan. Aha. İndi isə gəlin. Gəlin mən sizə bir dənə də nağıl göstərim. Amma bu dəfə nağılı şəkil formasında göstərəcəm. bunlar o benim. Ben onlara bakmıştım. ne güzel. Ben de. Bu məni sevindirdi. Əla. Demək ki, onda məlumatınız var və mən sizdən kömək istəyəcəm. Nasıl? Bir de bu mağara bakmıştım. Bu şekilde görmüştüm. Süper. Onda mən sizdən bu nağılda kömək istəyəcəm. Çünki mən bu nağılla bağlı sizə belə bir sual verəcəm. Diqqət, əllərimizi aşağı salırıq. Sizə düşünmə vaxt verəcəm çünki bu düşündürücü sualdır. Şəkilə diqqətlə baxırıq. Şəkilə diqqətlə baxırıq. Hamı görə bilir şəkili. Nazim görə bilirsən mən balam. Hə. Şəkilə diqqətlə baxırıq. Və baxın görün. Bu şəkildə nədən söhbət gedir? Bu nağıl. Nağılda nədən bəhs oluna bilər? Bax, mən elə düşünmə vaxtı vermişəm. Əllərimizi salırıq. Düşünürük, düşünək. Mən düşünmə vaxtı deyəndən sonra əllərinizi qaldırarsınız. Gəlin baxaq görək bu nağılda nədən bəhs oluna bilər? Burada nə baş verir? Fikirləşirik. Düşünmə vaxtı vermişəm. Düşünürük, biraz da fikirləşək. Balaca bir nağıl kimi bir şeylər qurun. Düşünək, düşünürük ya da düşünürük. Hə, tamam. Düşünmə vaxtımız bitdi. Məndə kifayət elə. Kim, baxın, mən başdan bir şərt deyim, qulaq asaq. Əgər şəkilə uyğun qurduğunuz nağıl eyni olarsa, təkrar danışmırıq. Yaxşı? Bax, yenə deyirəm, şəkilə baxırıq. Əgər sizin danışacağınız nağılı yoldaşınız danışıbsa artıq, təkrar siz eyni nağılı danışmayın. Yaxşı? Yəni, eyni olacaqsa, fikriniz eynidirsə, daha təkrarlamaya ehtiyac yoxdur. Yaxşı. Kim danışmaq istəyir? Kim danışa bilər? Kim o danışır?
getmeyin. Tamam. Başka? Əlavə fikrin var? Bu qədər? Yox, mən deyə bilərəm, yox, sən qaydamızı pozmuyor. İncidir. Saxla kitabın arasında. Kız babasını istəyirdi. Aha, sonra biraz geniş danışın. Babasını istəyirdi. Sonra başqa nə görürsən? İnci, başqa nə görürsən gözəl qızım? Sonra anasına atasına dedi çıxartan cərəcə. Tez cərək baba cərək. Aa, buna qulaq asmısan. Doğru, nə gözəl. Aha, yaxşı. Bunu səndən axırda soruşacağım. Tamam. Başqa? Fatimə deyə bilərsən gözəl. Nə görürsən? Aha, ucadan danış. Anahtar getməyin. Anahtar hara gedir səncə? Düşün görək, anahtar hara gedə bilər? Hara gedə bilər anahtar? Başqa nə görürsən? Kim var orada? Başqa hansı obrazlar var? De görüm. De görüm, başqa hansı obrazlar var? Aha. Sonra? Qız babasını istəyirdi. Yaxşı, olsun, təşəkkür edirəm. Başqa kim maraqlı nağıl qura bilər? Başqa? Mən də görüm. Mən qulaq asırsan, mən qulaq. Kitab borçlusun. Aha, ucadan danış. Baba getmə. Baba hara gedirdi səncə? Baba kəndə gedirdi. Qız da dedi ki, baba getmə. Aha. Bəs yaxşı, diqqət edin görün orada başqa nə var? Başqa nə var orada? Əşya olaraq başqa nə görürsünüz? De bana. De bana, de. Onun tam tərsidir. Anasıyla babası gedir. Qızın da gəlməsini istəyir. Amma qız babası qalmaq istəyir. Aha, qız babasına qalmaq istəyir. Harda qalır babası? Babası kənddə. Aha, sən dedin ki, bu nağıla dinləmirsən, düzdür? Amma olsun. Mən heç gözləmirdim, bayağı oldu. Yenə də çox sağ ol. Yaxşı. Uşaqlar, fərqli cavabı olan var. Fərqli cavabı olan var. Yaxşı deməyim ha. Yerdən ama deməyim, mən deməyim. Babası kəndə gedirdi. Kız da onunla getmək istəyirdi. Anaları da doymurdu. Allah təşəkkür edirəm. Bu fərqli cavab oldu. Çox sağ ol. Aha, yaxşı. Başqa cavabı olan var. Başqa cavabı olan var. O da getmək istəyirdi. O da getmək istəyirdi. Yaxşı. Başqa fərqli cavabı olan varsa deməyə yoxdursa. Babası gedirdi, babasıyla gəlməsi. Yaxşı desəm ha. Babasını sarılıp kucaklamıştı. Ben gitmek istemiyorum. Babasıyla həyətdə gizdən pot oynayanda babası dedi keçi diye küstü onlar. Ha, ne maraqlı. Özümə qoydum. Aferin, maraqlıdır. Həla, təşəkkür edirəm. Yaxşı. Tunar deyim. Anasını atası uşağı götürmək istəyirdi, amma uşaq babasına qalmaq istəyirdi. Haqqasa demək olar ki, eynidir. Yaxşı, təşəkkür edirəm. Çox sağ olun. Fərqli cavabım var idi. Fərqli nağıl quracaqdım da yaxşı. Qulaq asa. Bak anası atası dedi. Aha. Kız keçi bak qatar gəlir. Aha. Ama kız babası darıkırdı. Qız babası üçün darıxırdı. Kız dedi ki yok ben gitmərəm, ben babamla qalıram. Yaxşı, təşəkkür edirəm. Hala, çox sağ ol. Yaxşı, mən belə bir sual, təşəkkür edirəm uşaqlar. Mən belə bir sual, əyləşməm olur. Mən belə bir sual vermək istəyirəm. Yoldaşlarıma deyən oldu ki, mən nağılı dinləmişəm. Deyin görüm, nağılın adı kimin yadındadır? Nədir nağılın adı? Dinləmişsən nağılı? Deyin görüm, adı nədir nağılın? Bu yox, şəkildə gördüyümüz. Yoldaşlarınız danışılır.
sərgidə gördüyünüz nağılın adını bilən var? Bana demişdin oxumuşdum, qulaq asmışam. Ama Adı yadında qalır. Tamam. Nağılı dinləmirsən? De görüm adı nədir? adı nedir? Kız ve anaları. Kız ve anaları. Tamam, sən özündən adı qoydun, yenə də sağ ol, təşəkkür edirəm. Bəs yaxşı, bir də sual verim. Səncə o qız niyə ağlayırdın? Çünkü benim babası şunu da arkadaşım. Aferin, təşəkkür edirəm. Yaxşı. Diqqətlə qulaq asın. Çox sağ olun hər biriniz cavablarınıza görə. Bu nağılın həqiqətən nədən bəhs elədiyini bilmək istəyirsiniz? Maraqlıdır bu nağıl sizə? İstəyirsiniz biləsiniz orada nədən söhbət gedir? Bu nağılın adı Cığal Baba nağılıdır. Bu nağılın yazıcısı, uşaq yazarı Gülzar İbrahimovadır. Mən onun linkini atacağım qrupa. Evdə qulaq asarsınız, sonra dərsə gələrsiniz, sizinlə bir yerdə müzakirə edərik. Tamam? Cığal Baba nağılı. Belə. İndi isə uşaqlar, gəlin. Kitablarımızı açaq, səhifə 6-da. Azərbaycan kitabımızda səhifə 6-nı açırıq. Kitabın arasına qoy, birinci səhifəsinin arasına qoy, bitməsin, mən oxumadan götürəcəm. Gündəlik yazım. Bu kimin vərəqidir? Neyman sənindir? Sənindir Neyman? Yusuf sənindir bu? Bəli. Oxumusan, ne güzel, aferin. Yaxşı, gəlin diqqətlə qulaq asaq. Bu da ondanıdır, bu da. Ha, doğrudur. Diqqətlə qulaq asırım mənə. Əvvəlcə mənə baxaq, uşaqlar. Bunlarda birinci kitap. Hə, diqqətlə mənə qulaq asın, uşaqlar. Diqqətlə mənə qulaq asın. Şəkildə görürsünüz, nə təsvir oldu? Bura nədir, haradır? Kitabxana. Görürsünüz, biz artıq canlı şəkildə kitabxana ilə bir yerdə kitabxanadayıq və kitabxananın canlı şəkildə görərik. İndi gəlin, baxın görün ki, uşaqlar, diqqətlə mənə qulaq asın. Mən əvvəlcə sual vermək istəyirəm. Mənə diqqətlə qulaq asın. Uşaqlar, ikiniz məndə olsun. Görün. Allah, təşəkkür edirəm. Və siz heç, bax, bayaqda nağıllardan danışırıq. Nağıllar dinlədik, nağıla baxdıq, şəkildəki nağıldan danışdıq. Deyin görüm, heç bilirsiniz nağıllar necə yaranır? Nağıllar necə yarandığını bilirsiniz. Hafizədə görün necə yaranır? Öyrənib, fikirləşib yazıblar, bu da doğrudur. Amma gəlin görək, əslində nağıllar necə yaranır? İndi gəlin kitabımızı oxuyaq və görək, əslində nağıllarımız necə yaranır? Oxuyuruq, oxuyaq. Ömər oxu gör, amma ucadan oxu. Diqqətlə izləyin, yarı kəsəcəm. Davamını başqa şah oxuyacaq. Bəli. Heç nə olmaz, ikiniz bir yerdə baxın. Hə, bax. Oxu Ömər, biraz ucadan. Ucadan Ömər. Evet, müreyi vardı. Sana ama bilmeyi öğretirdi. Sonra ayak çıktı. Sadece yazmağı okumağı öğrendiler ki ona yerine getirdi. Kifayətdir. Mətni oxu davamını. Müreyi artık tərifləri tanıyırız. Ucadan Ama mətnə. okumağa kitabımız yoktur. Müreyi bunu eşidip derin ve daldı. Burada dayan gözəlimizə. Fikrə dalmaq bilirsiniz nə deyən? Düşündü. Belə dayanıb düşündü ki, görəsən mən neyin deyə bilərəm? Fikrə dalmaq bu deməkdir. Aha. Yollar, şehirleri, kendileri karış gezdi. Aha, çox sağ ol. Qarış-qarış gəzmək də o deməkdir ki, yəni hər yeri gəzdi, gəzmədiyi yer buraxmadı. Hər yeri addım-addım gəzdi ki, neynəsin, görək neynəmək istəyib. Davamını Sultan oxusun. Babalardan, nenelerden işittiği nağılları, şiirleri bir yere topladı. Onlardan bir kitap hazırladı. Benim kitaba bir ad koydu. Oğlanlara hediye. Uşaklar kitabı görüp çok sevindiler. Bu kitap Azerbaycan'da uşakların en sevimli kitabı oldu. Aha, geçib tamamını oxu. Hem bir müəllim adı Firdun bəy Kötərili idi. Bu gün Azərbaycanda ən böyük uşaq kitabxanası onun adını daşıyır. Aha. Gəlin bir dəfə də təkrar oxuyaq. Üzeyir oxu. Çox illər bundan əvvəl bir müəllim vardı. Uşaqlara ana dili öyrədirdi. Günlər, aylar keçdi.
şagirdlər yazıb oxumağı öyrəndilər. Bir gün onlar müəllimə dedilər. Nişan oku. Tamam, nişan okusun. Müəllim biz artıq hərfləri tanıyırıq, amma oxumağa kitabımız yoxdur. Müəllim bunu eşidib, dərin şifrələr, dəftər, Dərin fikrə neynədir? Qaldı. Davamını oxusun Səma. dəftərlərə götürüb yola düzəldi. Şəhərləri, kəndləri qarış-qarış gəzdi. Babalardan nənələrdən eşitdiyi nağılları, şeirləri bir yerə topladı. Onlardan bir kitab hazırladı. Müəllim Kifayətdir. Davamını abisi oxusun. Oxu abisi. Bilmirəm. Siz demədin yoldaşım. Oxu. Müəllim kitaba belə Ucadan oxu. Müəllim kitaba belə bir ad qoydu. Balalara hədiyyə. Uşaqlar kitabı görüb çox sevindilər. Bu kitab Azərbaycanda uşaqların ən sevimli kitabı oldu. Yaxşı. Müəllimin adı Füzulbək Köçəri idi. Bugün Azərbaycanda ən böyük kitabxanası onun adını daşıyır. Yaxşı. Uşaqlar, mətni diqqətlə dinlədiniz. Mənə yeni sual verəcəm və suallara cavab verənlərə vərəqlər verəcəm. Yaxşı qiymət alanlar təbii ki, axırda bilirsiniz ki, bu barədə sonra deyəcəm. Hədiyyələrimiz olacaq, nə var? Onu da deyəcəm. Yaxşı, gəlin diqqətlə dinləyək. Mən sual, gəlin belə eləyək. Mən verməyəcəm sualı. Görməliyik, siz nə dərəcədə diqqətlə dinləmişsiniz. Mətnlə bağlı bir-birinizə sual verin. Sual hazırlayın. Mətnlə bağlı sual. Kim sual verər mətnlə bağlı? Tunar ver. Tunar, sən sualı bir quluya. Görək, qulu dinləyirdin mi mətni? Ucadan dur. Ucadan ver. Həmin müəllimin adı nə idi? Aferin, aferin qulu. Əla. Yaxşı, başqa hansı sual tərtib edə bilərsiniz? İncidir. İnci, sən isə sualını verəcəksən, fərq verər. Uşaqlar müəllimə nə dedi? Əla. Müəllim, biz də oxumağı, yazmağı qurtarmışıq, amma kitabımız yoxdur. Aferin. Mən istəyirəm ki, gəlin fəxrini alqışlayaq. Aferin sən. Yaxşı, yaxşı. Nəzrin sual ver. Nəzrin, sən sualını Müəllim üstə ver. uşaqlara nə dedi? Müəllim uşaqlara nə dedi? Əla. Müəllim uşaqlara nə dedi? Nə dedi? Müəllim bunu eşidib, dərin fikrə daldı. O qələm dəftər götürüb yola düzəldi. Şəhərləri, kəndləri qarış-qarış gəzdi. Babalarına nənələrdən eşitdiyi nağıllar, şeirləri bir yerə topladı. Teşekkür ederim. Çok sağ ol, sen kinoda dediğim gibi sen ki kitabı ezberlemişsin. Aferin, ama ezberlemek lazım değil. Şu an hepsini anlatıyorum. Yine de okuduğunuz metni düşünerek okuyun ki onu başa düşəsiniz. Ezber lazım değil, ama yine de çok sağ ol. Yaxşı, əslində sən Yusifə sual verdin ki, nə dedi? Orada müəllim heç nə deməyib. Bunu görə Yusifdir oxudu. Müəllim heç nə demədi. Sadəcə hərəkətə keçdi. Yaxşı, uşaqlar, baxın. Bu bayaq adını eşitdiyimiz Firudin bəy Köçərlidir. Firudin bəy Köçərli, bunun haqqında qısaca bir məlumat verim sizə. Uşaqlar, Firudin bəy Köçərli müəllim olub. Siz hələ sözləri başa düşmürsünüz, metodist, publisist və s. Ancaq onun əsas vəzifəsi, əsas işi Azərbaycan ədəbiyyatı, ədəbiyyat sözlüyü də 5-ci sinifə çatanda öyrənəcəksiniz. O da bir fənli, elmdə öyrənəcəksiniz. Ədəbiyyatı, tarixini qurucusu olur, yəni yaradan banisi, yəni yaradanı olur. O, mətndə də öyrəndiyimiz kimi neyniyib, neynəmişdi? Nə hazırlamışdı? Kitabın adı neydi? O kitabda nələr var idi? Nağıllar. Şeir var idi, yoxsa nağıl? Nağıllar var idi, bəli. Bugün də biz nədir? Ancaq nağıllardan danışır. Nağılları neynəmişdi?
fikirləşdiyi toplamışdı və o əvvəllər Uğur müəllimlər seminariyasında, yəni o vaxt məktəb başqa yerdədir uşaqlar, hələ Azərbaycanda məktəb yox idi. Həmin məktəbin Azərbaycan bölməsinin müəllimi idi. Sonra o çalışdı ki, niyə bizim Azərbaycan uşaqlarımız təhsil almasınlar? Bəzən olurdu ki, başqa ölkəyə, başqa şəhərə getməyə icazə vermirdi valideynlər. Ona görə də uşaqlar təhsilsiz qalırdı. Firidun müəllim də çox fikirləşdi və belə qərara gəldi ki, uşaqların təhsilini əlverişli eləsin, yəni əlçatan eləsin. Buna görə də Azərbaycan bölməsini, Azərbaycana köçürülməsini təklif elədi. Və ilk dəfə Qazaxda Uğur müəllimlər seminariyasının, yəni belə deyim, məktəbi açıldı. Və həmin məktəbində müəllimi olub, uşaqlara elm öyrədib, təhsil verib. Və bayaq da dediyimiz kimi nağılların toplanılmasında onun böyük əvəzsiz rolu olub. Hətta Azərbaycan dilindən Rus dilinə, Rus dilindən də Azərbaycan dilinə nağıllar tərcümə elətdirib ki, sizin kimi balalar oxuya bilsin. Axı mətndə necə demişdi? Ne demişdi mətndə? Uşaqlar nə deyirdi? Bilirik, amma nəyimiz çatmır deyirdi. Uşaqlar mətndə necə yoxdur? Kitablarımız yoxdur. Bəs Firidun müəllim də, Firidun bəy Köçərli də uşaqlar üçün bunu təşkil edilmişdir. Aha, diqqətlə qulaq asaq. Mənə qulaq. Hediye kitabı var. Aha, təşəkkür edirəm sağlığına görə. Burada balalara hədiyyə kitabı varmı? Kitabxanaçımız buradadır. Gəlin ondan soruşaq. Var mı? Burada balalara hədiyyə kitabı var. Bəli, var. Ha, nə gözəl. Bilsəydim əvvəldən onu təşkil edib uşaqlara göstərərdim. Amma mən sizə söz verirəm. Bu kitabı kitabxanamızdan, yəni tapaq haradadır, yəni bunu axtarmaq lazımdır, bu bölmələri var. Gördüyünüz kimi kitablar cərgələrlə düzülüb və hər rəflərdə də hər mövzuya, hər bölməyə aid kitablar var. Biz həmin kitabı tapacağıq, mən mütləq sizə onu göstərəcəm və həmin kitabla sizi tanış edəcəm. Belə, bəli, başqa sualı olan var? Buyur, eşidirəm. Burada, bəli uşaqlar, indi o barədə də danışacağım. Kitabxanaya gəlib, kitab oxumaq, adınızı yazdırıb, istədiyiniz kitabı götürüb, kitabxanadan istifadə edib və oxuyub yenidən geri qaytara bilərsiniz. Aha. Hə, indi mənə deyin görüm. Mən indisinə. Hə. Aha, gəlin görək, bizim deyəsən qonağımız var. Gəlin görək, bizim deyəsən qonağımız var. Sağ olun dostlar. Tanıdınız mən kiməm? Tanıdınız uşaqlar? Kimdir gələn? Dovşan. Dovşan. Mən bir sual vermək istəyirəm. Biz bu yaxında mətnlər keçmişdik. Burada dovşan obrazı vardı. O obrazın adı nə idi? Bozqulaq. Əlasız uşaqlar, bəli, bozqulaq. Bozqulaqla bağlı hansı mətnlər keçmişdik? Bozqulaq. Yeni dostlar. Yeni dostu sonra? Payız qayğıları. Yeni dostu yoldaşım dedi. Sonra? Yerdən demeyirik. Yoldaşlarına cavab verebilirsin. Onlara da imkan verin. Hə. Sonra? Yay günləri. Bahar sevinci. Təşəkkür edirəm. Orada əsasən nələrdən danışılırdı? Nələrdən danışılırdı orada? Bozqulaqdan. Başqa? Orada dostlarımdan var. Aha. Deməli bir dəfə nədən danışırdı? Quşlar uçub gedir. Bir dəfə nədən danışırdı? Dostlarımdan. Qar yağır. Bir dəfə nədən danışırdı? Yəni deməli ümumi nələrdən danışılırdı? Bozqulaqdan. Başqa? Şirince də var idi. Yəni obrazlar alır. Ayı kirpi. Qar yağır. Ağaclar yarpağı dökülür. Nələr bunlar? Payız. Payız sonra. Deməli bunlar nədir? Bahar, payız. Qar dənəsi. Fəsillərdən danışılırdı. Fəsillərdən. Gəl sənə, aha, bizə deyəsən, bozqulaq nəsə gətirib. Yəni görün onun çantasında nə var? Çıxart görüm yoldaşlarına göstər. Aha. Uşaqlar, bu nədir? Baxmaq istəyirsinizsə baxın. Götürüb bir-birinizi ötürün. Amma suala da cavab verin. Köməklə çıxartın. Bu nədir? Göstər yoldaşlarına. Bunlar nədir? Aha. Bu nədir? Nədir bu? Diş fırçası. Bugün biz bununla bağlı neyse öğrendik mi, neyse eşittik mi, ne? Aha. Çok sağ olun. Şeiri tekrarladım. Başka neden danıştık bununla bağlı? De.
Hansı nağıl idi? Nağılın adı nə idi? O birisləri çıxartsın. Hə. Nağılın adı. Diş ağrıyan qızın adı nə idi? O nağılın adı necə oldu? Yox, nağılı. Ne görün? Aferin, Əsmərin diş ağrısı. Aferin Tuna, diqqətlisən. Hə, yox, nağılı tam danışmayaq da, onu bayaq danışmışdım. Başqa nəsə var? Onu saxla. Bunları saxla, gözümə sən kömək edin. Aha. Bunu göstər yoldaşlarına. Bu nədir uşaqlar? Hədiyyə. Bəs bunu hansı, nəylə əlaqələndirə bilərik? Bunu bugünkü danışdıqlarımızdan nəylə əlaqələndirə bilərik? Hansı mətnlə? Yox, mən onu demirəm. Aferin qızımıza, balalara hədiyyə, doğrudur. Mətnimizdə nə idi dərsimiz? Balalara hədiyyə. Balalara hədiyyə, buyur. Aferin qızıma. Diqqətli olun uşaqlar. Yaxşı. Aha. Kim idi? Aferin, əlasız uşaqlar, aferin. İndi mənə deyin, görün bunu saxla, bu torbanı saxla. Bəs bu nədir? Niyə mən burada? Neçin alma qoymuşam? Niyə 3 alma? Niyə 3 alma? İsmiyimdən. De görüm İnci. Aferin qızıma. Alqışlayın yoldaşınızı. Göydən 3 alma düşün. De görüm alma. Əla. Bəs nağıl necə var? Aferin. Mən gözəl. Mənə deyim. Aferin, yəni yaxşı. Nağıllar necə başlayırdı? Nağıllar Ömər, nağıllar necə başlayır? Nağıllar necə? Bəs necə bitir? Aha. Oyun Ömər desin, Ömər. Bir görüm. Ömər. Aha. Kim ne olur? Teşekkür ederim. Ha, bu yoldaşın desin çok sağ ol. He. De. Biri benim, biri kimin? Aferin, teşekkür ederim. Uşaqlar, Bozqulağın bizə kiçik hədiyəsi var. Buyurun, hədiyələrini də təqdim elə. Bu arasa, yoldaşımıza görə yaxşı hərəkət deyil. Bu hamımızın başına gəlirlər. Gedib payla. Uşaqlar, bilirsiniz ki, 21 fevral beynəlxalq ana dili günü kimi qeyd olunur və biz də hər il məktəbimizdə fevral ayını Azərbaycan dili aylığı kimi qeyd edirik. Buna aid müxtəlif fəaliyyətlərimiz olur. Biz də bununla bağlı uşaqlar, deməli, diqqətiniz məndə olsun uşaqlar. Ana dilim kimliyi mövzusunda, başlığı altında kiçik tədbir təşkil edəcəyik. Müəllimlərə də tədbirimizin dəvətnaməsini göndərdik. İnşallah hər birinizi tədbirimizdə gözləyirik. Bu barədə ana dili ilə bağlı Firidun bəy Kürşaylı da çox gözəl söz demişdi. O demişdi ki, bir insanın malını, dövlətini əlindən alsan, malını, dövlətini əlindən alsan, malını, dövlətini, hətta vətənini əlindən alsan, ölü bitməz. Ancaq onun dilini əlindən alsan, fotolar, yəni məhv olar və ondan bir nişanə qalmaz. Bu o deməkdir ki, hər birimiz ana dilimizi qorumalı və öz dilimizdə danışmalıyıq. Dilimizi sevməliyik və dilimizi qorumalıyıq. Ondan əlavə də demişdi ki, Nişabə bəy, qulaq asın mənə. Həm də demişdi ki, ana südü bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır. Ananı, vətəni sevdiyimiz kimi, ana dilimizi də sevməliyik. Mən də hər birinizdən rica edirəm və xahiş edirəm, ki, ana dilimizdə danışaq. Əksəriyyətinizdə bu problem var. Dilimizdəki sözləri təhrif edirsiniz. Yəni, başqa dillərdəki sözlərlə danışırsınız. Çalışıb öz dilimizdə danışın. Yəni, qələmin adı qələm, ruçka deyil, qələmdir. Bu barədə inşallah biz sizinlə daha ətraflı elə qaranlaşıq onun üçün danışacağıq. Hər birinizə bugünkü aktivliyinizə görə təşəkkür edirəm. Gələn qonaqlarımıza da çox sağ olun deyirəm. Aferin inşallah. Çok sağ olun, teşekkür ediyorum. Sağ olun.
Makas müəllimə idi. Mənim bu. Öğrendim müəllimə. Hə, verdiğim vərəqləri kitabınızın arasına